Herkese salam. Kanalıma ve yeni videoma her biriniz hoş geldiniz. Bugün sizin için yeni bir vlog başlayıram ve vlogumu Qəbələyə iclasa getməklə başlayıram. Əslində iclas deyəndə seminar kimi bir şey idi müəllimlər üçün və ora yollanırdıq. Məktəbə yəni yollanırdıq. Mən də dedim ki, elə bugündən başlayayım, sizin üçün vlog çəkeyim. Burada gəldik, çatdıq məktəbə. Pəncərənin qabağında dayanmışdım. Günəşli görüntüdə əslində çox soyuq hava var idi. Biz də gözləyirdik ki, əvvəlki qrup bitsin, bizim qrupumuz başlasın. Buraya yapışmama baxmayın, havada çox soyuq idi və o işləmirdi. İclas qutardı, gəldim, oturdum maşında. Şərəşlərimi yığıb oturmuşam, yoldaşım da sağ olsun burada. Mən dönər alıb indi oturub oynayacağım. Sonra da bəzi işlərimiz var. İşimi görəndən sonra, işlərimizi bitirəndən sonra inşallah evə gedəcəyik. Qaydanda yoldaşımın xalası gilə getmişdi. Orada da belə bir qəşəng bir şey var idi. Onu da çəkdim. Xoşum gəlib şeylərdən çox sevirəm, amma evdə saxlaya bilmirik. Və bu da axşam artıq evə qaydırdıq. Həmin gün işimiz çox uzun çəkdi. Və ona görə də ancaq axşam evə qayıda bildik və həmin gün artıq mən heç nə eləyə bilmədim. Həm yola çıxanda çox yorğun oluram, həm də ki ümumiyyətlə artıq heç nə eləməklik bir vaxt qalmamışdı. Bunun içinden çıktı. Ne çıktı? Koz. Verirsen yine. Hadi. O kaptı. Onun da içine yassı tıktı. Mama. Can. Onun da içine yassı tıktı da. Buradasın da. Artıq burada növbəti gündür, səhərdir. Əslində çox səhər də deyil, adətə saat 11-12 arasıdır. Düşmüşdüm, odun yığmağa gedəcəkdim, amma uşaq dedi ki, onun üçün qoz sındırım. Mən də dedim ki, evi qoy biraz sındırım yesin, sonra gedim. Axır günlər qızlar çox narahatam. Çox narahatam deyəndə belə dəhşət yataqlara düşəcək qədər xəstə deyiləm, amma ki, sağala da bilmirəm. Öskürək imkan vermir, hətta indi səs yazanda ara-ara məcbur olub dayanıram ki, öskürəyim keçsin, sonra səs yazım. Səsim falan da batmışdı. Yəni indi Allaha şükür biraz düzəlmişəm. Burada da odunları xərəyə vururam. Yoldaşım daşıyır, gətirir, tökür arabayla. Mən də xərəyə vurmaq işinə baxıram. Yəni nisbətən ona baxanda yenə mən biraz yaxşı vururam xərəyə. Onun səbri çatmır bu işə. Ona görə bu iş artıq mənlikdir. Sonra gəldim, çıxdım evə. Artıq burada demək olar ki, axşam olub. Çörəyimiz var idi biraz. Onu bişirdim. Bişirdim deyəndə qaynanam yoğurmuşdu əvvəlcədə. Mən də yayıb çörəkləri qoydum duxovkaya. Özüm də orada iş görürdüm. İş gördüyüm müddətdə bişdilər. Ondan sonra bir keçdim qabları yumağa. Səhərdən qablar qalmışdılar. Artıq axşamın qabları idi demək olar ki, bunlar. Həyətdə olduğuma görə, odunla məşğul olduğuma görə qablar yuya bilməmişdim. Elə hamısını birlikdə yudum. Axır vaxtlar qızlar çox da video yükləyə bilmirəm.
Həftədə bir video ancaq çatdıra bilirəm. Çünki həm havalar soyuqdur, çox harasa gedə bilmirəm, iş görə bilmirəm, uşaqlarla çatdıra bilmirəm. Və istəyirəm ki, bir neçə günü bir araya yığıb bir video hazırlayam. Amma bugün düşündüm ki, bəlkə kiçik mini vloglar eləyim və daha tez paylaşım. Yəni 2-3 gündən bir ən gecə belə paylaşım. Çünki vlog nə qədər uzun olursa, mənim üçün onu editləmək də çətin olur. Bir neçə gün ərzində videolar çəkməliyəm, onları bir yerə yığıb editləməliyəm, kəsib doğramalıyam, üstündən səs yazmalıyam. Bu da çox vaxt aparır. Əgər sizin üçün də uyğundursa, daha kiçik, amma daha tez vloglar çəkim və yaxud da əgər belə istəyirsinizsə, daha uzun, amma daha gec vloglar çıxsın kanalda. Yəni fikirlərinizi aşağıya yaza bilərsiniz. Mən də bilərəm ki, necə eləsəm sizin üçün daha uyğundur. Bu neçə gündür ki, havalar biraz isti keçir. Bunu gördükcə də sevinirəm. Düşünürəm ki, artıq yaz gəlir. Artıq fevral ayıdır. Fevral ayından çərşənbələr başlayır. Çərşənbələr başlayanda sanki düşünürəm ki, yəni bitdi də, qış yoxdur. Qış qutardısa, hər şey əla olacaq. İsti gələcək. Ümumiyyətlə, soyuqla heç aram yoxdur. Heç sevmirəm soyuğu. Ancaq məndən olsa istəyirəm ki, isti hava olsun, günəş çıxsın, quşlar oxusun, yaşıllıq olsun falan, təbiət gözəl görünsün. Düzdür, qışın da öz gözəlliyi var, amma biraz soyuq, biraz da ev işlərini görmək məsələn bizdə çətin olur. Qaz olmadığına görə, evin içi soyuq olduğuna görə, biraz da qışdan ona görə xoşum gəlmir. Nə bilim, hələ ki, hər şeyi yıxmışam qışın üstünə, düşünürəm ki, qış qurtarandan sonra yazda daha tez videolar çəkə biləcəm, hər şeyə daha həvəsli olacam, daha rahat görəcəm işlərimi. İnşallah ki, elə olar. Qablar falan yudum qutardım, biraz ev işi yığışdırdım. Sonra fikirləşdim ki, hələ çörəklər bişib qutarmayıb. Elə çörəklər bişib qurtarana yaxın bir dənə də pirog hazırlayım. Evdə bir şey olsun çayla içməyə, uşaq da yeyər. Ən azından abur-cubur alıb yeməkdənsə ev şirniyyatı isə daha yaxşıdır. Bunun üçün də ərzaqları gördünüz, onları qatdım bir-birinə. Əvvəllər eləyəndə mən buna şəkər tozunu üstünə tökmürdüm. Daha doğrusu bu ovmanın içərisinə şəkər tozunu tökmürdüm. Amma indi şəkər tozunu da tökdüm bu dəfə. Gördüm ki, belə daha qəşəng olur sanki üstünün ovma hissəsi. O vaxtda vloglarımın birində bu piroqu eləmişdim məncə. Yəni xatırlamıram, çoxdan olan vloglarımın birində idi. Orada belə şəkər tozunu üstünə tökmədən eləmişdim. Əlimlə də yoxlayıram bunu elədikcə. Həm istəyirəm hər tərəfi yaxşı qarışsın, həm də bəzən sıxıb yoxlayıram. Əgər sıxanda əlinizdə tam olaraq belə qalırsa, dağılmadan qalırsa, deməli onda yaxşıdır, tamam olub yəni. Üstünə götürmək olar. Bunu eləyib üstünə birazca götürəcəm bir boş qaba üstü üçün. Daha sonra qalan ərzaqlarını töküb bərk bir biskvit xəmiri kimi bir şey hazırlayacağım. Ərzaqları əlavə edəndən sonra alınan həmin bu bərk biskviti xəmir kimi olmur. Yəni tam olaraq nə xəmir kimi onu əllə yoğurmaq olmur, nə də ki mikserlə çalmaq olmur. Qatı bir şey olur. Ya qaşıqla çoxlu çalmaq lazımdır, düyünləri açılana qədər və adamın qolu qırılır. Onu eləmək mümkün deyil. Mənim üçün şəxsən mümkün deyil. Ya da ki nəsə başqa bir şeylə qarışdırmaq lazımdır. Məndə mikserin başqa bir ucluğu var idi. Məncə o xəmir yoğurmaq üçündür. Ondan istifadə elədim, onu da çaldım. Burada da oğlum özündən böyük bir stulu zorla gətirir ki, gəlsin çıxsın yanıma. Görsün mən neynirəm. Çünki ürəyi partlayar oradan. Baxa bilməzsə, görə bilməzsə ürəyi partlayar. Qatığın içərisinə də soda əlavə elədim. Bir stəkanını elə adicə tökdüm. Bir stəkanına soda əlavə elədim. Yarım stəkandan biraz çox, daha doğrusu soda əlavə elədim. Və bir dənə də qabartma tozu əlavə elədim. Çünki nə olar nə olmaz şişsin deyə. Burada baxın dediyim kimi əslində yumurta çalanla, buna nə deyirlər, yumurta çalan deyirəm mən. Ondan
Mən bunu qarışdırmağa çalışdım. Sonra gördüm ki, yox, mənim gücüm çatmır buna. Gətirdim bununla, qarışdırdım. Yəni əsas məsələ bizim məqsədimiz odur ki, qarışsın. Nə ilə qarışdırdıq, necə qarışdırdıq, burası əldə vacib deyil. Yəni bizə nəticə vacibdir ki, qarışsın və içərisində düyün qalmasın ki, yaxşı bişsin. Oğlum da yanımda oturub o qədər sual verir ki, bəzən o vaxtlar düşünürdüm ki, yəni niyə əsəbləşirlər ki, uşaq bu qədər sual verəndə normaldır. Amma inanın ki, xanımlar, o qədər sual verir ki, yəni sakitçilik istəyirəm bəzən ya da suallara cavab verməkdən bezirəm. Anlayıram, tamamilə normaldır. Bu qədər sual verməlidir. Yaşının elə bir mərhələsidir ki, hər şey ona bu dəqiqə maraqlı gəlir. Amma insanın səbrinin bir həddi var və mən əvvəllər çox səbirli idim və son zamanlar görürəm ki, həddindən artıq səbirsiz olmuşam. Biraz qaçışa-qaçışla bərabər ola bilər bu səbirsizlik gəlsin. İki uşağın stresi, yorğunluğu, yuxusuzluğu da üstünə gəlir və artıq bəzi şeylərə səbrim çatmır. Və bu halda da oğlum bir sualı 10 dəfə mənə verəndə, eyni şeyi bildiyi halda durmadan soruşanda, özümdən asılı olmadan bezirəm, yoruluram. Yəni zehni cəhətdən özümü yorğun hiss edirəm. Nəysə, belə. Allah canlarını sağ eləsin bütün övladların. İnşallah böyüyəndə hər şey düzələcək deyə düşünürəm. Tökdüm biskviti belə. İçəriyə qoymamışdan, yəni sobaya qoymamışdan əvvəl üzərinin ovmasını da tökdüm. Yəni ovma deyirik də buna, ovma pirog gedir adı. Bu içindən götürdüyüm hissəni tökdüm üzərinə və sonra da qoydum sobaya bişirmək üçün. Üzəri qızarana qədər bişirdim. 200 dərəcəyə qoymuşdum mən sobanı. Reseptində mən oxumuşdum ki, 35-40 dərəcə, 35-40 dəqiqə daha doğrusu 180 dərəcəli sobada bişirilir üzəri qızarana qədər. Amma məncə o qədər çəkmədi. Yəni məndə daha tez oldu. Biraz da üstü kızarsın, burada götürün. Və növbəti dəfə, son dəfə qəşəng oldu, bişdi. Qızardı. Söndürmüşəm əslində. Birazdan doğrayıb qoyaram, çay içərik. Və bu da mənim piroqumun son halı. Qəşəng bişdi, altı üstü hər şey yaxşı oldu. Qəşəng də şişdi, dadı da gözəl idi. Düşündüm ki, bundan sonra həmişə şəkər tozunu elə vurmanın içərisinə vurum. Belə daha qəşəng olur fikrimcə. Buradan da keçirik növbəti günə. Baldızım gilə gedirdik, Ağdaşa gedirdik. Və yolda biraz oraları çəkdim. Çəkməli maraqlı bir şey yox idi, dağdı, dərədir. Yaşıllıq da yoxdur, hər yer bombozdur. Amma yenə də çəkdim yolu. Bu arada sizə demək istədiklərim var. Demək istədiyim də həmişəki kimi odur ki, əgər videomu bura qədər izləmişsinizsə, like atmağı, yorum yazmağı və kanala abunə olmağı unutmayın. Bu mənim üçün çox dəyərlidir, çox lazımlıdır. Yəni bunu eləməklə mənə çox böyük dəstək olmuş olursunuz, motivasiya vermiş olursunuz və yeni videolarımın gəlməsi üçün şərait yaradırsınız. Öncədən təşəkkürlər. Burada da baldızım gildəyi, çox da bir şey çəkməmişəm orada. Sadəcə burada belə bir şey var idi. Adı yadımdan çıxdı. Tapıb bura qoyaram. Sırf buna görə çəkdim və sırf bundan sonraki kadra görə bu vloga baxacaq olan var. Əllərini vlogda görmək üçün. Və bu həmin fındığın içərisidir. Rafaellanın içərisindəkidir deyəsən.
Eve gələndən sonra da yoldaşımın işə gedəcəkdim. Onun yeməyini isitdim və sumkaları yerləşdirdim. Bacım belə bir salat düzəltmişdi. Belə dondurma kimi. Çox qəşəng, çox xoşuma gəldi. Düşünürəm ki, yaxın zamanda mən də eləyim bunu. Çox qəşəngdir. Yəni həm dadı, həm də görünüşü əladır məncə. Bizə də qoyub. Sağ olsun. Və bugünlük bu qədər. Vlogumu da burada yekunlaşdırıram. Bura qədər izləyən hər kəsə çox-çox təşəkkür edirəm. Yaxşı ki varsınız. Əgər bura qədər izləmisinizsə və kanalıma hələ də abunə deyilsinizsə, abunə olmağı unutmayın. Hələlik.